Salam, hörmətli tamaşaçılar, efirdə Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Bu il Marneulinin 4 kəndində içməli su sistemlərinin reabilitasiyası planlaşdırılır. Bu və digər mövzular barədə Sakrebulovun iclasından olan süjetimizi izləyək. Marneuli Bələdiyyəsinin bu ilki büdcəsi 97 milyon 882 min larini təşkil edir. Sakrebulovun 2026-cı ilə olan ilk iclası məhz bu məsələnin müzakirəsi ilə başladı. Əvvəlki illə müqayisədə yerli büdcə 7 milyon, transferlər isə 14 milyon artıb. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə cəmi 10 milyon 53 min 840 larini təşkil edirdi. Buradan yerli büdcənin xərci cəmi 7 milyon 301 min 653 laridir. Dövlət büdcəsindən ayrılan transferlər cəmi 2 milyon 650 min 573 laridir. Büdcə bu göstəricilərlə transferləri də daxil etməklə 7 milyon 301 min 653 lari yerli büdcə artdı. 14 milyon 48 min 480 lari isə transfer artdı. Bu dəyişiklikləri nəzərə almaqla yerli büdcə 97 milyon 882 min 534 larini təşkil edir. Buradan 83 milyon 472 min 653 lari olan yerli büdcənin üstünə 14 milyon 409 min 850 lari transfer əlavə edildi. Hazırda dəyişikliklər bunlardır. İclasda xüsusi qayğıya ehtiyacı olan yetkinlərə fərdi yardımı nəzərdə tutan 1 illik şəxsi köməkçi xidməti proqramı da təsdiqləndi. Marneuli Bələdiyyəsi Səhiyyə Nazirliyinin həvaləsi ilə fərdi yardımçı servisi proqramına qoşulub. Bu proqram əlil insanların müstəqil həyata qatılmasına dəstəkdir. 1 illik proqramdır. Bunun əsasında həmin insanlara yardımçı şəxslər dəstək olurlar. Regional İnkişaf Fondunun tövsiyəsinə əsasən bu il Marneulidə içməli su layihələrinin sayı artacaq. Belə ki, bələdiyyənin 4 kəndində içməli su sistemi bərpa olunaraq yeni su quyuları qurulacaq. Bu il yanvarın 9-da meriya tərəfindən bizə məktub daxil oldu. Məktubda qeyd olunub ki, Regional İnkişaf Fondu tərəfindən maliyyələşəcək 4 layihəni bəyənək. Bunlar Ağkula və Çopidə su şəbəkəsinin yaradılması və Qasımlı ilə Baytaluda isə su sistemi üçün su quyularının qurulması layihəsidir. Su layihələrinin artırılmasını məsləhət gördülər. Biz o layihələri yerli büdcədə nəzərdə tutmuşduq. Amma regiona dəstək proqramı ilə dəyişiklik bizim büdcə ilə yollara, həmin fondun hesabına isə su layihələrini həyata keçirəcəyik. Adil bəyin də qeyd etdiyi kimi, Ağkula ilə Çopidə su şəbəkəsi salınacaq. Qasımlı və Baytalıda isə su quyuları qurulacaq. Deputatlar iclasda ümumilikdə 11 məsələni müzakirə etdilər. Marneuli şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları 1977-ci il təvəllüdlü şəxsi qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə həbs ediblər. Cinayət 7 ilə qədər həbsi nəzərdə tutur. Tbilisidə hüquq mühafizə orqanlarının əməkdaşları qruplaşaraq vətəndaşa fiziki zorakılıq etmə ittihamı ilə 3 nəfəri həbs ediblər. Onlardan biri əvvəllər məhbus olub. Cinayət 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Və salam, hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.